Eşən qardaş, sonra bu həsəd barəsində, məsələn, həsədin əlamətləri nədir? Necə ola bilər ki, insan bu həsədə düşür? Yəni, ondan qurtulmağın yolları nədir? Ümumiyyətlə, alimlər bu barədə bilir ki, əlhamdülillah danışıblar. Bəli. Nə varsa inşallah zərurət həsəd barəsində deyin, qoy dinləyicilərlə. Həsədə aparan bir çox səbəblər var. Bu barədə İbn Qeyyimin gözəl bir sözü var, istərdim onu oxuyum. Demək, İbn Qeyyim qeyd edir ki, insanı həsədə aparan bir çox səbəblər var. Bir çox səbəbləri qeyd edir. Və bu səbəblərdən biri də demək kin küdrətdir. Ən birincisi budur. Kin küdrət. Yəni başqa bir insana, bir insanın kin küdrət bəsləməsi, bu onu həmən insanda olan hansısa bir nemətə həsəd aparmasına gətirib çıxardır. Bu deməli səbəblərdən biridir. İkinci səbəb bəzən ola bilər ki, insan özü təkəbbürlü insan olsa, təkəbbür də ola bilər. Yəni insan həmişə yuxarıda olmaq istəyir, hamıdan üstün olmaq istəyir. Və belə bir anda, yəni kiminsə gəlib onu keçməsi və yaxud ondan hansısa bir nemətdə önə keçməsi onu demək həmən insanın həsəd aparmasına səbəb gətirib çıxardır. Bu səbəblərdən biridir. Və həmçinin də qeyd edirlər ki, həsədə aparan səbəblərdən biri ola bilər ki, bir insan artıq bunda adət halına alıb ki, bu başqalarını həmişə istifadə edir başqalarından. Yəni birinci də özünü həmişə yuxarı, amma burada isə bunun adətidir ki, bu başqalarını həmişə istifadə edir, başqalarından belə deyək, öz mənafi üçün istifadə edir və kiminsə gəlib hansısa bir məqama çatması və yaxud hansısa bir neməti əldə etməsi və artıq onun belə tabeçiliyindən çıxması bunu həmən insana həsəd aparmasına gətirib çıxarda bilər. Bu da səbəblərdən biridir. Həmçinin qeyd edirlər ki, dördüncü, insanın özündən razı olması və istəmir ki, kimsə ondan üstün olsun. Yəni həmişə insanlara xor baxması, yəni yuxarıdan aşağı baxması və bu da səbəblərdən biridir. Və həmçinin də bəzən həsəd eyni məqsədə can atan iki insanlar və çox vaxt bu burada baş verir. Yəni insan çox vaxt tanımadığı bir insan həsəd aparmır. Baxırsan ki, eyni məqsədə can atırlar. Məsələn, hər ikisi idmançıdır, hər ikisi yüksək nailiyyət əldə etmək istəyirlər və bu məqamda birinin digərindən keçməsi artıq bunun həsəd aparmasına gətirib çıxarıla bilir. Və əsas budur. Altıncı, bayaq qeyd edildiyimiz kimi, hubbur riəsə, yəni insanın həmişə demək başçı olmağı sevməsi, yəni başda getməyi sevməsi, bu da ola bilər. Və həmçində bəzən xəsislik də ola bilər. Yəni insan özü xəsis insandır və başqalarına xeyir verməkdə çox xəsisdir, istəmir. Kimsə yaxşılıq edirsə, ürək başlayır ki, niyə yaxşılıq edirsə və o da artıq demək istəmir, deyir ki, niyə ona yaxşılıq edirlər. Baxırsan ki, bunu da qarşılıq alır. Yəni özü vermir bu pulu və yaxud hansısa bir yaxşılığı və elmi. Amma başqası başqasına edəndə baxırsan ki, onun qarşılığını almaq istəyir və s. Yəni bunlar əsas səbəblərdəndir. Əlhamdülillah. Görürsünüz əziz dinləyicilər, yəni görürsünüz həsədin nə qədər çirkin fəsadları var. Yəni görün həsəd hansı səbəblərə, hansı yeri gətirib çıxardır insanı.